Hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi, əziz izləyicilərimiz. Bilirəm, dünəndən bugünə yolumuzu səbirsizliklə gözləyirsiniz. Hər iki anonslara diqqət yetirdikdən sonra gələn o mesajlardan artıq bilirik ki, səbirsizliklə mövzunun müzakirəsini də gözləyirsiniz. Bilirsiniz, bugün verişimizdə qonaq Aytən xanım Babaxanovadır, ali dərəcəli endokrinoloq, İnnovativ Endokrin Mərkəzinin rəhbəri. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Salam, xoş gününüz olsun, necəsiniz? Çox sağ olun, yaxşıyam. Doktor, inanın, ötən gedişinizdən bu yana izləyicilərimizdən elə geri qayıdış var ki, mövzu ilə bağlı. Gələn suallara istinadən mən bunu deyirəm. Xüsusən də indiki dövrdə həqiqətən də digər problemlər kimi endokrinoloji problemlər də çoxalıb. Bəli, bəli. Özdə elə çoxalıb ki, əvvəllər deyirdik, elə zənn edirdik ki, yalnız yaşlı insanlar xəstələnə bilər. Bəli, yalnız yaşlı insanlar əziyyət çəkə bilər bu problemlərdən, ancaq belə deyil. Bəli. Düşünün, artıq körpə uşaqda belə şəkərli diabet xəstəliyi var. Bəli, tamamilə Yəni bu o deməkdir ki, biz xəstəliyin dəqiq nə olub-olmadığını bilməliyik, ona uyğun ciddi şəkildə addım atmalıyıq. Anayıqsa övladımız üçün, övladıqsa valideynimiz üçün. Bugün seçdiyiniz mövzu həqiqətən çox maraqlıdır. Özünüz də deyirsiniz ki, şəkərli diabet xəstəlikdir, yoxsa bir həyat tərzi. Elə bundan yola çıxaq. Nədir şəkərli diabet? Bəli. Baxın, çox gözəl bir başladınız və belə bir kəlmə dediniz ki, doktor, vaxt var idi. Bu xəstəlikləri biz yaşlı pasiyentlərdə bilirdik. Amma indi uşaqlarda da bilirik. Bax, siz bir aparıcı kimi, siz bunu mənə dediniz. Bəli. Amma mən sizə bir söz deyim, siz təsəvvür edin, ilk dəfə endokrinoloji bir mərkəz açılmışdı. Yəni, haradasa bir 50-ci illəri əhatə edib. Siz təsəvvür edin, Tibb Universiteti və Tibb İnstitutunun əzdində təbii ki, kafedra idi. Və orada, məsələn, şəkərli diabet haqqında mövzu keçəndə, onlar bir pasiyent tapmırdılar ki, tələbəyə göstərsin ki, bax, bu şəkərli diabet pasiyenti. Təsəvvür edirsiniz, 1955-ci ildən belə. Yəni, elə bir böyük də illər deyirək, olsun, indi bir 50 olsun, ilsi olsun, 60 il olsun, 70 il olsun. Yəni, mən düşünürəm, 70 il ərzində, 80 il ərzində bu qədər xəstə niyə artsın? Mən özüm endokrinoloq ola, buna təəccüblə, yəni, bizim müəllimlərimizin danışdığı ki, pasiyent yox idi, amma indi vaxt var idi, mən elə bilirdim, şəkərli diabetin yaşlıların pasiyentidir, amma mən heç indi uşağa qarant vermirəm. Mən indi heç özümə, öz yaxınıma, öz övladıma, öz heç kəsə qarant vermirəm ki, şəkərli diabet sizdə olarmı, olmazmı? Bəli, siz düz deyirsiniz. Və şəkərli diabet nədir? Şəkərli diabet, birinci bilək ki, şəkərli diabet ümumi bir addan gedir, şəkərli diabet. Amma onun çox fərqli növləri var. Onun hamilələrdə növü var, onun gestasyon diabet deyirik. Şəkərli diabet, amma ən çox yayılan iki növüdür. Şəkərli diabet tip 1, biz nə deyirdik, ona uşaqlarda meydana çıxan və bədəndə beta hüceyrə var, insulin ifrazını artıran hüceyrədir. Onun zədələnməsi ilə xarakterizə olunur və bu uşaqlarda bədəndə insülin olmur. Və bədəndə insülin olmayan halda, bəli, həqiqətən də bir yol olur ki, kənardan insülin vurmaq. Və siz təsəvvür edin, ilk mərhələdə heç bir valideyn qəbullanmır ki, mənim uşağım insülin vuracaq, təsəvvür edin. Və bu valideynlər nə edirlər? Başlayırlar, təbii ki, maddiyyatdan asılı olaraq dünyada hansısa bir qurum mu deyim, xəstəxana mı deyim, mən uşağımı insülinsiz müalicə etmək istəyirəm. Siz onları çox görmüşəm və valideynlər hər yerdə axtarırlar, böyük pullar xərcləyirlər. Hətta eləsə olur ki, insülin vurmur ki, həkim qəsdən deyibdir, mənim uşağımı insulinə keçirdibdir, bilirsizmi? Biz nə görürük? İrsiyyətdə, mən sizə necə deyim də, rastımıza çıxan. İrsiyyət, bəli, var, təbii ki, var, görürük. Amma son vaxtlar heç irsiyyəti olmayanları mən görürəm. Soruşuruq, məsələn, gəldik, şəkər diaqnozu. Sizin ananızda varmı? Deyir, xeyr, doktor, yoxdur. Atada varmı? Yoxdur. Heç irsiyyətdə yoxdur. Yəni, indi, əgər mən son vaxtlar, siz təsəvvür edin, belə deyək də, yəni, mən hələ baxdığımda cürbəcür xəstələr olur. Dövlət müəssisələrinin gələn indi fərqlidirlər də, düzdür, say hesabı da fərqlidir. Məsələn, mən heç son vaxtlar heç irsiyyət o qədər görmürəm. İrsiyyətdə olmayan görürəm. Sonradan olmadı. Bəli. Və nədən sonra olur? Bəli, siz çox gözəl deyirsiniz ki, nədən sonra çox görürük? Bəli, stresi görürük. Məsələn, çox pasiyentlər belə qeyd edirlər ki, bəli, doktor, ağır bir, yəni,
90%-ında böyük bir nəysə o belə deyim də zərbə olur. Biridir məsələn avariyadır, məsələn belə deyim də yol qəzası keçirmişəm. Birində məsələn başqa bir şey, amma bəzən də olur ki, deyir doktor heç bir problemim olmadan, sadəcə necə olur? Təsəvvür edin. Pasiyentin son zamanlar görməsində zəiflik var. Görməsində zəiflik və pasiyent neyinir? Adi gedir ki, bir göz həkiminə ki, yoxlasın ki, bir eynəkmi yazsın, nəysə. Yoxlanılır və deyir ki, həkim deyir ki, bəs dəyərli pasiyent, siz nə vaxt, neçə ildir şəkəriniz var? Pasiyent belə qalır ki, şəkər nədir? Mənim heç şəkərim yoxdur. Deyir, siz nə danışırsınız? Sizdə şəkər ən azı bir 15 ildir var. Necə bilirsiniz? Gözdə qansızma ilə. Yəni, bu nə deməkdir? Şəkərli diabet heç əlamət vermir. Klassik simptomlar var, onu hamısı bilir. Məsələn, mən əminəm ki, pasiyentlər də bilir. Şəkər deyən kimi ağlımıza nə gəlir? Çoxlu su içirsən, tez-tez gedirsən, nəsə sağalmayan yaralar və s. Amma heç son zamanlar əlamət də yoxdur. Onda bu gizli gedən şəkərdir. Bəli, bilirsizmi necə? İndi belə bir söz var da, ölməkdir də. Yəni, burada şəkər həqiqətən pis xəstəlikdir. Baxın, mən endokrinoloq kimi deyirəm. Bilirsiniz nəyə görə pis deyirəm mən ona? İndi biri var ki, məsələn, bir ağrı ilə gəldin, tutaq ki, ürək infarktıdır. Ağır diş pəsaddır, çox ağır, həyatı təhlükədir. Amma hər halda bilinəcək ki, məsələn də, bu şikayət, bundan gəldin, bundan bilirlər, edirlər. Ay, bizdə şikayət yoxdur. Şəkərli diabet, indi gözü qaldın bir qırağa. Bəs şəkərli diabetdə heç xəbəri olmadan dializə gəlmək, dializə düşür xəstə və yoxlanılır şəkərli diabetdir. Axı, bunun əlaməti olmur ki, bunu biləsən, qarşısını alasan. Özü şəkərli diabet elə xəstəliklərdəndir ki, onun qarşısını almaq olar. Mən indi pis tərəfi deymişkən, o yaxşını da deyim. Yaxşını da deyək. Yaxşı, şəkərli diabetlər özünə baxan halda, belə bir misal var, bağa baxarsan bağ olar, baxmayarsan dağ olar. Şəkərli diabet baxılan halda ən uzun ömürlü xəstələrdir, pasiyentlərdir, ən uzun ömürlü. Mən hətta inandırım, bir zarafat yana sözümü səmimi qəbul edin, belə öz pasiyentlərimi deyirəm ki, narahat olmayın, siz kənarda kim varsa, hamısı o dünyaya gedəcəksiniz, qalacaqsınız. Yəni, mübarizə aparmaq belə olur. İradədən çox şey aslanır. Nəinki iradə, bəli, şəkərli diabet iradədən asılıdır. Şəkərli diabet gözəl qidadan asılıdır, yaxşı qidadan asılıdır. Siz, belə deyək, dəyərli izləyicilər, ən gözəl yeməkləri yeyirsiniz, bəli. Ən gözəl yemək nə deməkdir? Ən bahalı, düzdürmü? Biri var, siz mağazadan yağ alacaqsınız, biri var, siz ucqar bir kənddə və nəysə bir ən yaxşı bir yağı yüksək qiymətə götürəcəksiniz, düzdürmü? Yəni, bunlar var və yaxud da ki, müalicələr var, müalicələr ucuz deyil. Yəni, bilirsinizmi, səhiyyə ümumiyyətlə ucuzlu bir dünya da elədir. Hələ mən pasiyentlərə inandırım sığorta olmadan öncə deyirdim ki, siz hələ sevidin ki, hələ bizdə belə gedir. Dünyada ümumiyyətlə səhiyyə çox bahalı və böyük bir məbləğ tələb olunan bir sahədir. Amma indi bir şey var da, insanın sağlamlığından gözəl həyatda nə ola bilər? Mən düşünürəm ki, mən hətta belə deyim də, öz valideynlərim, yaxınlarımı da deyirəm ki, canımız hər şeydən önəmlidir. Geyimdən də önəmlidir, toya getməyə bilərik, geyimi bir geyimdən gəzə bilərik, amma sağlamlıq gedən halda heç nə gözünüzə görsənməz. Onu həmişə mən deyirəm pasiyentlərə. Mən istəyirəm bir mərkəzin əlaqə nömrəsini izləyicilərimizin nəzərinə çatdırım. Düzdür, ekranda biz nömrəni təqdim edirik, ancaq həm eşitmək, həm görmək istəyən izləyicilərimiz olur. 055-217-57-77. 7-24 aktivdir. Eyni zamanda doktorun Instagram, TikTok səhifələri aktivdir. Orada pasiyentlərini mən görmüşəm, necə əhval-ruhiyyəli, pozitiv, yəni geri dönüş alan o pasiyentlər ki var, müsbət nəticələr, hər birini doktor paylaşıb. Mən məsləhət görərdim, siz də bir nəzər yetirəsiniz. İnnovativ Endokrin Mərkəzinin rəhbəridir doktorumuz və doktor, belə deyək də, insanlarda bəzi vaxt bir rahatlıq yaranır. Hətta çox uzağa getməyəcəm, bizim əməkdaşlarımızdan birində də bu var ki, mən şəkərli diabetdən əziyyət çəkirəm, amma nə həkimə getmədim, nə dərman içmədim. İndi onun böyük bir fəsadını yaşadı o insan. Bəli, bəli. İndi yaşamaqdadır. Söhbət elə, bax belə deyək də, bizim səs rejissorumuz Zahir bəydən gedir. Ötən veriliş o sizə yaxınlaşıb sual vermişdi. Çox təəssüf olsun ki, o artıq sual verməkdə gecikmişdi. Çünki vaxtında özü üçün, öz sağlamlığı üçün addım atmadı. Mən bilmək istəyirəm ki, bax bu cür insanlar da, yəni arxeyin şəkildə durub sağlamlığın irəliləməyini gözləyən, fəxrlə mən heç bir dərman istifadə etmirəm, heç bir həkimə getmirəm, nə onlar deyib də sonda
da yenə də həkimin qapısında dayanan o insanlara məsləhətiniz nə olardı ki, vaxtında əgər addım atmasalar, nə kimi fəsadları ola bilər? Baxın, bax çox maraqlıdır ki, bax dediniz, Allah can sağlığı versin, Allah kömək olsun. İnşallah, bilirsiniz inşallah. Necədir? Bax görürsünüz, o siqnal vermir də, bax belə rahat xəstəlikdir. Rahat nə mənadır? Yəni şikayət vermir də, birdən vurur. Bizdə əsas, yenə deyirəm də, biz Azərbaycanlıyıq da, hər bir millətin özünə məxsus xüsusiyyətləri var. Bizim, mən öz çox vətənpərvərəm, patriotam və inandırım, həqiqətən öz millətimə hər şeydən mənə üstündür. Yəni, onlar özləri də bilirlər. Bilirsinizmi necədir? Əsas getməməmin səbəbi, yəni yaxşı, mən sizə səmimi deyim, maddi tərəf durur. Təbii ki, yaxşı bir həkim özünə, o normal bir haldır da, yəni dünyada da elədir, öz qiymətini bilir və qiymətlər ta ki fərqli olur. Və pasiyent təbii ki çalışır ki, birinci məsələm, ailənin işini həll etsin, toyu həll edim, uşağı həll edim, evi həll edim, bəlkə də elə bir şey yoxdur da, yəni bunları həll edim, yəni sağlamlığını qoyur qırağa. Və Allah eləməsin insanın sağlamlığa gedəndə, evdə gözə görsənmir, övlad da gözə görsənmir, ata da gözə görsənmir, ana da görsənmir. Və nə olur? İndi yaxınlarıdır. Məsələn, sizə bir misal danışım. Mən həmişə onu danışıram. Bir ana yanında 3 dənə övlad. Müəllimə, böyüdüb özü böyüdüb uşaqların, özü yoldaşı tez rəhmətə getmişdi. Bax, bir misaldır. Bir oğlan, 2 qız. Belə deyim də, yəni əlil arabasında gətirmişdilər. Nə olubdu? Yəni, neçə ilin diabetidir, böyüdüb uşaqları, ev eləyib, hər bir şey eləyibdi, amma sonucu nə olubdur? Pasiyentin bir ayağı yoxdur, qanqrena, gözü görmür və pasiyent dializdədir. Niyə? Bax, belə sual bilir, niyə? Dedi, doktor, uşaqları böyütdüm, nə bilə. Məsələn, indi uşaqlar qalsın bir qırağa, bəs bu nə əldə elədiniz? 3 uşaq ətrafındadır, amma sənin gözün də görmür, ayağın da və dializdə. Yəni, nə bilim, vallahi, mən elə bilirəm ki, bu düzgün deyil. Yəni, mən pasiyentlərə də deyirəm, Allah can sağlığı versin. Vallahi, uşaqdan çox birinci özünüzü istəyim. Yəni, birinci, çünki insan özü-özünə dəyər vermədən heç kəs ona dəyər verməz. Həyat belə. O düz sözdür ki, heç vaxt özümüzü, öz sağlamlığımızı ən əsas ikinci plana atmamalıyıq. Həm də uşaq övladlara bəs əziyyətdir. Bəs övladın o anasını görməsi, əlbəttə. Bəs 3 övladın ananın o vəziyyətdə görməsi yaxşıdırmı? Heç, inandırım, o qədər əziyyət çəkirlər. O övlada bir başqa travmadır. Böyük bir zərbədir, əlbəttə. Övlada böyük bir zərbə idi. Əlbəttə, analarını belə görmək, ananın nə gözü görür, bax, yəni şəkər budur. Görürsünüzmü? Bir dənə balaca bir şey danışmaqla mən hələ bilirəm ki, insanlar başa düşdü ki, şəkər... Bir həyat hekayəsi, bəli, əslində çox şey aşılır. Doktor, mən istərdim biraz da müalicəsindən danışaq. Müasir metodlarla necə aparılır müalicə, ümumiyyətlə də insanlar necə qalib gələ bilər bu şəkərə? Bilirsizmi, məsələn, haradasa bir 30 il bundan qabaq 2 dərman var idisə, indi o qədər müalicələr fərqlidir. Ümumiyyətlə, bilək ki, müalicələr tamamilə eyni şəkər pasiyenti yoxdur. Yəni, məsələn, olmayıb ki, bir pasiyenti eyni müalicəni getir. Mümkün deyil. Adı eynidir. Şəkərli diabet. Diaqnoz eyni qoyuruq. Amma müalicələr fərqli gedir. Niyə? Şəkərin növləri var. Yüngül, gedişatı var. Yüngül, orta ağır, axır. Fərqlidir. Təbii ki, çalışmaq lazımdır. Müasir preparatlar. Müasir preparatlar sizin dəyərli izləyicilər, o belə deyim də, poliklinikalarda aldığınız dərmanlar deyil də, onlar ümumi dərmanlar. Dövlətin verdiyi ümumi dərmanlar. Dövlətin verdiyi dərmanlar ümumi dərmanlar. Belə sual verirlər ki, dünyada da elədir. Yəni, müasir dərmanlar, belə deyim də, fərqli sığorta şirkətləri tərəfindən ödənilə də bilər, ödənilməyə də bilər də. Şirkətin öz qayda qanunudur ki, mənim, əgər, məsələn, o şirkət deyir, mənim əgər dərmanım sənin böyrəyi geri qaytarırsa, mən, məsələn, belə dəyərləndirirəm öz qiymətimi, o normal bir haldır. Amma hər halda müasir preparatlara üstünlük vermək lazımdır. Çünki onlar həqiqətən yaxşıdır və belə deyim də, təcrübəsi olan bir həkim kimi mən sizə inandırım ki, o dərmanların sayəsində, müasir dərmanların sayəsində mən, bəli, belə paylaşıram, Instagram səhifəmdə də yəqin görmüş olarsınız, yazıram ki, dializə son. Həqiqətən, məsələn, inandırım, mənim indi 20 ildən artıq bir təcrübəmdə mən bir pasiyentimi, neçə il baxdım pasiyentimi, izləyirəm də, var pasiyentlərim. Artıq 20 il deyə bilərəm ki, 20 illik mənim pasiyentim var, indi sağ olsun da gəlirlər. Mən bir pasiyentimi dializə göndərməmişəm. Bu böyük bir şeydir və mən sizə inandırım ki, köhnə endokrinoloqlar, yəni deyim də, belə deyim, təcrübəsi olan endokrinoloqlar bilirlər ki,
həqiqətən bilirlər ki, 20 il böyrək ağırlaşması olmayan şəkərli diabet saxlamaq çox çətindir. Və məsuliyyətlidir. Bəli, çünki o bilirlər ki, 5 ildən sonra başlayır bütün ağırlaşmalar əmələ gəlməyə. Mən belə bilirdim ki, 5 ildən sonra göz başlamalıdır, 8-10 ildən sonra böyrək. Bizi tələbəlik ilin başda. Doktor, bax, fərq nədir? Bax, fərqiniz nədədir ki, o ağırlaşmalar olmur? Bilsin də bunu izləyəcək. Bilirsinizmi necə? Fərqlim odur ki, ümumiyyətlə, həkim hər gün nəsə oxumalıdır. Hər gün yeni, dünən mən bunu deyirdim, bugün bunu deyəcəm. Fərqli odur ki, öz üzərimizə çalışmalıyıq. Yenilik gətirməliyik. Yəni, mənim inandırım, yaşı deməzdim, 43 yaşım var. İnandırım, elə bir günüm olmaz ki, mən nəsə oxumayıb, nəsə oxumamaq mümkün deyil. Fərqim budur. Fərqim budur ki, pasiyentlə biz işləyirik. Məsələn, bizim mərkəzdə nə özəlliyi var? Biz pasiyenti qəbul edirik. Yəni, orada istənilən o saatdan tutmuş, o servis deyilən bir şey, servis gözəl bir şeydir, dünyada da var və izləmə. Məsələn, pasiyentlərimizlə kontaktımız saxlanılır, o böyük bir şeydir. Biz yazırıq, pasiyentlərimiz özləri də şahiddirlər. Yəni, o dediyimə, işləyirik, işləmək lazımdır, işləmək lazımdır. Elə yox ki, yazdın, mən həmişə pasiyentə deyirəm, yazdısa sizə həkim, dedi, get, bir də 3-4 aydan sonra gələrsən, siz müalicə olunmursunuz. Doğrudan müalicə olunmursunuz, bilirsizmi? Və əziyyətdir, bəli, təbii ki, mənim də üzərimə yük düşür. Yəni, biz evə gedib, təbii ki, dicəlmirik. Mən pasiyentlərimi nə deyirəm, özləri bilirlər də. Deyirəm, məsələn, bu saatdan sonra mən WhatsApp-ım aktivdir. Danışırıq, mən təbii ki, günə 100 pasiyentə cavab verə bilmərəm. O normal bir haldır. Mən günə 20 pasiyent qəbul edirəm və 20-li görün nə qədər pasiyent var. Və onların bəzən deyirlər ki, həkim cavab vermir. Baxın, və mümkün deyil. Siz təsəvvür edin ki, necə ola bilər ki, hər gün 20 pasiyent və 20 il ərzində görün nə qədər pasiyent tanıyıram və zənglər gəlsə, görün günə nə qədər zəng gələr. Heç sayı hesabı olmaz. Təbii ki, o ayarlanır. İndi nə deyirəm pasiyentlərə? Tutaq ki, məsələn, göndərirsiniz, baxırıq, dərman dozasını dəyişirik. Yəni, bir yol tapılır da, hər pasiyentə müxtəlif. Deyim ki, məsələn, bunu elədiniz, bax, bəzən sual verirlər, hansı dərmanı eləyim? 50-dən çox dərman var, mən sizə nə biləm hansını yazım? Sizin böyrəyinizi, gözünüzü, damarlarınızı nəzərə alıb yazırıq. Bəli, tam müayinə, bəli, biz sinirləri belə deyək də, biz 3 sistem elementlə bərpa olunmur, biz sinirləri bərpa edirik, biz elementlər veririk, elementlər, insanlar ona vitamin deyir, el arası yayılır, vitamin yox. Biz elementlər veririk, yüksək dozayla veririk. Biz sinirlərimizi bərpa edirik. Sinir bərpa olundu nə deməkdir? Göz ağrılaşması yoxdur, böyrək ağrılaşması yoxdur, ayaqda normaldır. Çox şükürlər olsun, həqiqətən. Ümumiyyətlə, deyirlər ki, o əsrin bəlası xərçəng xəstəliyini adlandırırlar, ancaq deyirlər ki, ürək xəstəliyidir, xərçəng xəstəliyi və şəkərli diabeti, üçü bir-biri ilə müqayisədə. Yəni, eyni yanaşı gedən xəstəliklərdir hazırki dövrdəki. Həyəcan təbili çalınır, hər zaman efirlərdən informasiya verilir. Çox, belə deyək də, az kütlə bunu ciddiyə almır, öz sağlamlığına, biz söhbət bizim müzakirəmizdən getmir. Çox az bir kütlə öz sağlamlığını ciddiyə almır. O bir söz var da, deyir ki, əgər ölkələrdən pasiyentlər gedir qəbula, doktorun qəbuluna, deyir Azərbaycanlısı 11-ci qəbula, onlar lap ölən ayaqda gəlib həkimə müraciət edirlər. Bax, bu ondandır həqiqətən. Özünüzün vəziyyətini, sağlamlığını heç bir zaman ağırlaşdırmaq dərəcəsinə gətirməyin. Bu, hansı xəstəlik olur olsun, elə ən başda gedən xəstəliklərdən biri şəkərli diabet xəstəliyidir. Doktor, düzgün cavab nə zaman bilinir? Çünki indi hər kəs şəkərli diabet xəstələrinin hər birində var da ölçmək, şəkəri ölçmək, bəzisi barmaqdan, bəzisi təzə cihazlar çıxır, onlardan istifadə edilir. Ac qarna, tok qarna, səhər, axşam. İndi şəkərli diabetin qoyulma diaqnozu var da. İndi hər halda bilək ki, normal var da. Normal ölçü 3.3, 5.5 millim oldu. Yəni, onu da vururuq 18-ə, o birisi yolla. Yəni, 100-dən artıq çıxmalı deyil. Məsələn, pasiyent tutaq yoxladı. Məsələn, mənə Instagram'a yazdılar ki, doktor, mənim şəkərim 130 çıxdı, mən şəkərəm. Mən təbii yaza bilmərəm burada şəkərsiz. Yazaram ki, bəli, normadan artıqdır. Və təbii ki, şəkər dəqiqləşdirməli. Şəkər necə dəqiqləşdirir? Venadan verilən ac qarna, bəli. Çünki bəlkə həmin ərəfədə nəsə edilibdir, şəkər qalxıbdır. Bəzən belə bir şey var, reaktiv hiperglikemiya, biraz fərqli göstərə bilər. Biz belə bir analiz var, glikogemoglobin adlandırırıq onu.
3 aylıq şəkər, baxın, qanda qlukoza aclıq, 3 aylıq şəkər, glikogemoqlobin. Bəzən biz bədəndə insulin də yoxlayırıq, belə bir insulin rezistentlik deyilən bir şey var, onu veririk. Və bəzən ehtiyac olur, o test deyirik, glukoza tolerant test, düzdür, o gündəlik istifadə olmaq biraz çətin bir şeydir. Adətən bu glukoza aclıq, glikogemoqlobin, insulin rezistentliyindən biz təxmini bilirik ki, hansı növdür, nəyə uyğun eləməliyik. Adətən 3 növü bizə bəs edir. Çünki bəzən axı deyirsiniz, gizli şəkər də ola bilər. Məsələn, gəldi, yoxlandı 100-dür. Bu deməkdir, onun şəkəri yoxdur. Bəlkə axşama, məsələn, səhər yoxlanıb 100-dür, bəlkə axşam 300-dür, heç onun xəbəri yoxdur. O da ola bilir, bəli. Bugünkü müzakirəmizdən bunu anladım ki, tam olaraq hər birimiz o rutin yoxlanışlar deyirik ya. Bu şəkərli diabet yoxlanışını ora mütləq şəkildə daxil etməliyik. Əgər bu gizli gedirsə. Mütləq. Qanun ümumi analizi kimi hər halda bir dənə şəkəri vermək çətin bir şeydir. Düzdürmü? Çox sağ olun doktor. Siz sağ olun. Bax bu məlumat olduqca vacib idi. Həqiqətən mən bugünkü günə qədər heç düşünməzdim ki, heç bir əlamət olmadan bu xəstəliyin daşıyıcısı ola bilərəm. Təşəkkürümü bildirirəm. Bir daha vurğulayıram. İnnovativ Endokrin Mərkəzinin rəhbəri, ali dərəcəli endokrinoloq Aytən xanım Babaxanova qonağımız idi, tüb üzrə fəlsəfə doktoru və əlaqə nömrəsi 055 217 57 77 724 aktivdir nömrə, əziz izləyicilərimiz. Unutmayın, zəng vurun, qeydiyyatdan keçin, yalnız qeydiyyat üçündür nömrə, müayinə üçün deyil. Müayinə üçün klinikaya yaxınlaşmaq